Salam, xoş gördük hər birinizi. Öz YouTube kanalımdan hər birinizi salamlayıram və Logos and Life adlı kanalımıza xoş gəlmisiniz. Gündən etibarən kanalın fəaliyyətində müəyyən dəyişikliklər etməyə qərar almışam. Daha əvvəllər müxtəlif fəlsəfi mövzular ətrafında qeydə aldığım onlayn mühazirə formatının artıq davam etdirilməsini lazım bilmirəm. Amma siz bununla bərabər daha əvvəllər qeydə alınmış olan onlayn mühazirələri dinləyə bilərsiniz. Yəni həmin mühazirələr kanaldan silinməmişdir. Yəni bu məqsədlə siz playlist olan hissəyə daxil ola bilərsiniz və burada siz ayrı-ayrı playlistlərdə sizi maraqlandıran mövzular ilə bağlı olan müəyyən sayda onlayn mühazirələri dinləmə şansı əldə edə bilərsiniz. Düzdür, onların sayı çox deyildir. Yəni metafizika ilə bağlı cəmsi 1, zehin fəlsəfəsi ilə bağlı cəmsi 2, Hind fəlsəfəsi ilə bağlı cəmsi 1 onlayn mühazirə. Daha çox sayda onlayn mühazirə bu qeyri-formal məntiq ilə bağlı idi və səhv etmirəmsə, tarix fəlsəfəsi ilə bağlı da haradasa 10-a yaxın mühazirə olmalıdır. Daha dəqiq desək 7 mühazirə. Qeyd etdiyim kimi bu formatda artıq mühazirələri qeydə almayacağam, amma bunun əvəzinə Logos Lab adlı platformadan çıxış edərək hər həftənin sonunda həftə ərzində oxuduğum, analiz etdiyim, paylaşmağı lazım bildiyim məlumatları sizinlə bölüşməyə çalışacağam. Yəni suallarınız olarsa dərhal ünvanlaya bilərsiniz və həftə ərzində zaman və digər imkanlar çərçivəsində həmin suallar ətrafında da fikirlərimi sistemləşdirməyə çalışaram. Əgər bilmədiyim və yaxud az tanış olduğum mövzudursa, onu araşdırıb sizinlə həmin istiqamətdə müəyyən bir fikir mübadiləsi aparmağa çalışaram. Amma qeyd etdiyim kimi, yəni bundan sonra fəlsəfi və elmi istiqamətdə olan müzakirələrimiz, fikirlərimiz yalnız Logos Lab adlı platformadan paylaşılacaq və həmin platformada, yəni indi gördüyünüz kanalın tərkibində özünə yer alacaq. Yəni daha dəqiq desək, yəni siz podkast olan hissəyə keçid alaraq, məsələn burada Düşüncə Məkanı adlı bir podkast görə bilirsiniz. Digəri Covid dövründə qeydə alınan universitet mühazirələrini özündə ehtiva edir və bundan başqa da yəni indi qeydə aldığımız mühazirə formatında olmasa da müzakirə formatında olan videomuzun əks olunduğu üçüncü bir podkast öz əksini tapacaq. Yəni oradan daxil olaraq hər həftə sonunda, yəni bizim üçün, eyni zamanda sizin üçün maraqlı olan mövzuların müzakirəsinə baxa bilərsiniz, onları izləyə bilərsiniz və suallarınızı altda qeyd edə bilərsiniz. Bir gün bu formatda ilk görüşümüz, fikir mübadiləmiz olduğuna görə, yəni xüsusi olaraq bir mövzu ətrafında fikir mübadiləsi aparmağı düşünməmişəm. Yəni bu gün sadəcə olaraq paylaşılmasını lazım bildiyim linklərin bölüşülməsini, yəni sizinlə paylaşılmasını nəzərdə tutmuşdum. Və bu bizim müəllif olduğumuz kitabların linki ilə bağlıdır. Yəni siz bizim YouTube səhifəmizdən də daxil olaraq hansı kitabların nəşr olunması, onların məzmunu ilə tanış ola bilirdiniz. Məsələn, bu sahəyə daxil olsanız, burada bütün kitabların qısa məzmunu ilə bağlı kiçik həcmdə, yəni 1-2 dəqiqəlik video çarxlara siz rast gələ bilirsiniz. Amma bu kitabların hər birinin demək olar ki, hamısının, yəni Azərbaycan dilində olan bütün kitabların həm də ödənişsiz yüklənilməsi üçün linklər mövcuddur və bu kitabların oxunması lazımdır. Belə hesab edirik ki, yəni fəlsəfə ilə məşğul olmaq istəyən, xüsusilə analitik fəlsəfə ilə məşğul olmaq istəyən hər bir insan üçün lazım olan kitablar silsiləsindəndir. Yəni bu məqsədlə siz ResearchGate, yəni bu platformaya daxil ola bilərsiniz
və ResearchGate platformasında ayrıca olaraq bizim səhifəmizdə bütün kitablar ödənişsiz yüklənilmək üçün burada yerləşdirilmişdir. Yəni bunların içərisindən xüsusilə lazım bildiyim kitablar bu qeyri-formal məntiq kitabıdır. Yəni qeyri-formal məntiq, qeyri-formal məntiqi xətalar kitabıdır. Və digər oxunması lazım bildiyim kitab bu elm fəlsəfəsi kitabıdır. Hətta oxunma sayına görə də diqqət yetirsəniz, yəni bu kitab qısa bir vaxt ərzində 1000-dən artıq oxunma sayı əldə etmişdir. Və 2025-ci ildə yazılmış olan sonuncu kitabımız qeyri-formal məntiq kitabı bu 212 oxunuş sayı qazanmışdır. Və digər kitabların da siz link ilə tanış ola bilərsiniz və bu məqsədlə yəni siz ResearchGate platformasından daxil olsanız, yəni bizim səhifəmizdə ayrıca olaraq kitablar bölməsi book adlanan, yəni bu hissəyə daxil olsanız, yəni burada bütün kitabların ödənişsiz şəkildə paylaşılması, yəni yüklənməsi üçün nəzərdə tutulan linkləri görə biləcəksiniz. Yəni burada qeyd etdiyim qeyri-formal məntiq və elm fəlsəfəsi kitablarından başqa tarix fəlsəfəsi ilə bağlı 2 kitab, yəni biri 2022-ci ildə nəşr edilmişdir. Tarix fəlsəfəsi, universal tarixi şüurun inkişaf dinamikası, digəri isə tarix fəlsəfəsi 2-ci kitab, yəni bu universal tarixi proseslərə dair formasiya və sivilizasiya konsepsiyalarının müqayisəli analizini özündə əks etdirir. Daha sonra 23-cü ildə nəşr edilmiş daha bir kitab, Aydınlanmaya aparan yol kitabı, teologiya, fəlsəfə və elm haqqında olan fikirlərimizi burada yazıya almışıq və digər kitablardan fərqli olaraq Aydınlanmaya aparan yol kitabı bu akademik üslubda deyildir, yarı publisistik, yarı akademik üslubdadır. Yəni terminlər o qədər çox deyildir, mövzular o qədər də dərinləşdirilməmişdir. Daha çox mövzu ilə tanışlıq, yəni fikir üçün bir təkan verə biləcək mövzuları özündə əks etdirir. Və oxunması xüsusilə vacib bildiyim kitablar silsiləsindən bu Mülahizələr məntiqi kitabıdır. Yəni Mülahizələr məntiqi, fəlsəfə və qeyri-səlis məntiq kitabıdır. Yəni bu 2021-ci ildə nəşr edilmiş olan kitabdır və Azərbaycan dilində nəşr etdirdiyimiz ilk kitabdır, amma mövzu ilə bağlı Azərbaycan dilində hələ ki yazılmış olan yeganə kitab kimi hesab edilə bilər. Yəni bu kitabların hər biri olmasa da onlardan xüsusilə 2 kitab, yəni bu qeyri-formal məntiq və elm fəlsəfəsi kitabları həmin mövzularda ən çox oxunan kitablardır. Yəni siz qısa bir araşdırma aparsanız, məsələn, internetdə axtarışa versəniz elm fəlsəfəsi adını, məsələn, gəlin axtarışa verək. Elm fəlsəfəsi adını axtarışa verən zaman, yəni siz dərhal gördüyünüz kimi, yəni ilk səhifədə ən çox oxunan kitablar sırasından, yəni bu adı rast gələ bilirsiniz, elm fəlsəfəsi mühazirələr toplusu. Yəni ResearchGate platformasıdır. Qeyd etdiyim kimi, yəni əgər bunun üzərinə klik etsəniz, dərhal kitabın oxunması üçün lazım olan linkə keçid ala bilərsiniz və buradan da həmin kitabın yüklənilməsi asanlıqla mümkündür. Yəni download olan hissəyə keçid alsanız, yəni siz asanlıqla həmin kitabı öz kompüterinizə yükləyə biləcəksiniz. Və diqqət yetirirsiniz, yəni kitab mövzuları ilə bağlı bu daha çox mühazirə formatında yazılmış bir kitablardır. Yəni ilkin məqsəd olaraq universitetdə 15 həftəlik tədris üçün nəzərdə tutulmuş bir dərs vəsaiti olaraq düşünülmüşdür və bu məqsədlə 15 mühazirə bu arada öz əksini tapır və hər bir mühazirə, məsələn mühazirə 1, mühazirə 2, mühazirə 3, 4, yəni 15-ə qədər mühazirələrin sayı davam edir. Əgər ingilis dilində oxumaq istəsəniz, yəni kitabın ikinci hissəsində bu əxlaqi məsuliyyət və alternativ imkanlar
Bu olduqca məşhur bir fəlsəfi müzakirə mövzusudur və Frankfurt tərəfindən irəli sürülmüşdür. Amma bu yazı, yəni bu ingilis dilində olan qeyd alınmış yazıdır. Dili nisbətən ağırdır. Propozisional məntiq, yəni xüsusilə onun təbii dildən süni dilə çevrilməsi ilə bağlı olduqca daha detallı, daha texniki cəhətdən detallı işlənmələr, analizlər burada öz əksini tapmışdır. Əgər mövzu maraqlıdırsa və ingilis dilində oxuya bilirsinizsə, xüsusilə məntiqi aspektdən əxlaq fəlsəfəsinin izah edilməsi necə mümkün ola bilər, arqumentlər vasitəsilə işlənməsi necə mümkündür. Yəni bu baxımdan sizin üçün maraqlıdırsa, yəni kitabın ikinci hissəsini də siz oxuya bilərsiniz. Amma istənilən halda, yəni bu analitik fəlsəfə ilə məşğul olmaq istəyən hər bir insan üçün lazım olan vacib mövzulardan biridir. Yəni mən elm fəlsəfəsini ümumiyyətlə qeyd edirəm. Yəni analitik fəlsəfənin alt bölümlərindən biri də elm fəlsəfəsidir və elm fəlsəfəsi özü də iki hissəyə bölünür. Ümumi elm fəlsəfəsi və xüsusi elm fəlsəfəsi. Məsələn, bu kitabda biz hər ikisinə diqqət ayırmışıq. Yəni, ümumi elm fəlsəfəsi dedikdə bu induktivizm, deduktivizm konsepsiyaları, paradigma konsepsiyaları haqqında olan fikirlərdir. Yəni, diqqət yetirsəniz, yəni ayrıca olaraq bir neçə mühazirə mövzusu məhz buna həsr edilmişdir. Məsələn, 8-ci mühazirə elm fəlsəfəsində induktivizm konsepsiyası, 9-cu mühazirə elm fəlsəfəsində deduktivizm konsepsiyası, 10-cu mühazirə isə elm fəlsəfəsində paradigma konsepsiyasıdır. Digər mövzular, bunlar daha çox elm fəlsəfəsinin tarixi ilə bağlıdır. Məsələn, şərq fəlsəfə tarixinin elm fəlsəfəsi kontekstində qiymətləndirilməsi, daha sonra qərb fəlsəfəsi tarixinin elm fəlsəfəsi kontekstində qiymətləndirilməsi ilə bağlıdır. Yerdə qalan mövzular isə daha çox məntiqin fəlsəfəsi və bundan başqa digər elmlərin, yəni xüsusi elmlərin fəlsəfəsi ilə bağlıdır. Yəni burada riyaziyyatın fəlsəfəsinə rast gələ bilərsiniz və növbəti mühazirələrdə siz süni intellektin fəlsəfəsi, psixologiyanın fəlsəfəsi, biologiyanın fəlsəfəsi, neyrofəlsəfə ilə tanış ola bilərsiniz. Eyni zamanda elm fəlsəfəsinin metodoloji prinsipləri, daha doğrusu elmi idrakın metodoloji prinsipləri və elmi tədqiqatlarda istifadə edilən universal fəlsəfi metodların analiz edilməsi ilə bağlı da kifayət qədər geniş məlumatlara rast gələ bilərsiniz. Və qeyd etdiyim kimi, yəni bu hissə, yəni bu analiz etdiyimiz bu hissə bütövlükdə olaraq bizim elm fəlsəfəsi kontekstində internetdə rast gələ biləcəyimiz azsaylı geniş həcmli məlumatlardan biridir. Daha doğrusu, əgər biz kitab formatına baxarıqsa, burada yalnız 2 kitab vardır. Yəni biri səhv etmirəmsə, Salaheddin Xəllov tərəfindən yazılmış olan kitabdır və Bakı Dövlət Universitetinin saytına yerləşdirilmiş, kitabxanasına yerləşdirilmiş bu PDF məhz onunla bağlı olmalıdır. Və bu kitabın yazılma tarixi daha əvvəldir. Yəni bu kitab yazılan zaman mən hələ səhv etməmsə tələbə idim. Yəni bir 15-20 il bundan əvvəl yazılmış olan kitab olmalıdır. Amma son dövrdə yazılmış və tarixi baxımdan, yəni mövzu ilə bağlı tarixi baxımdan ikinci kitab, yəni bizim müəllifi olduğumuz kitabdır. Yerdə qalan bütün materiallar, yəni bunlar yalnız məqalə formatında, yəni kiçik həcmli kitablardır və ya müəyyən tərcümələrdir. Amma qeyd etdiyim kimi, əgər siz geniş həcmli bir kitab formatına müraciət etmək istəsəniz, yəni xüsusilə analitik fəlsəfə ilə məşğul olmaq üçün bu xüsusilə vacibdir. Sizin tanış ola biləcəyiniz 2 kitabdan biri məhz bizim müəllif olduğumuz bu elm fəlsəfəsi mühazirələr toplusu adlı kitabdır. Və digər xüsusilə qeyd etmək istədiyim kitab, yəni müəllif olduğumuz kitab bu qeyri-formal məntiq ilə bağlı kitabdır. Əgər siz bu adı axtarışa versəniz, yalnız və yalnız bir kitab formatında geniş həcmli bir
kitabı rast gələ biləcəksiniz. Yəni qeyri-formal məntiq, qeyri-formal məntiqi xətalar kitabı məhz bizim müəllif olduğumuz kitabdır. Yerdə qalan bütün məlumatlar, yəni Azərbaycan dilində olan bütün məlumatlar, yəni məqalə tipli məlumatlardır. Hətta onların da sayı səhv etmirəmsə Wikipediadan o tərəfə keçmir. Sonra ona görə ki, növbəti kitab artıq Zeynəddin Hacıyevin məntiq kitabıdır ki, yəni burada ümumiyyətlə qeyri-formal məntiq ilə bağlı heç bir məlumata rast gəlmək mümkün deyildir. Yəni bu kitab da Zeynəddin müəllimin də kitabı, bu klassik məntiq baxımından yaxşı kitabdır. Sadəcə qeyri-formal məntiq ilə bağlı əgər oxumaq istəsəniz, yəni bu kitab Azərbaycan dilində sizin müraciət edə biləcəyiniz hələlik ilk və hələlik yeganə kitabdır. Amma təbii ki, növbəti kitablar da nəşr edilərsə, yəni bu kitab ilk kitab olaraq qalacaqdır. Və buradan da daxil olsanız, yəni kitabın yüklənməsi üçün lazım olan linkə rast gələcəksiniz və bu kitabın da həcmi daha genişdir. Məsələn, elm fəlsəfəsi kitabı bu haradasa 200 səhifəlik kitab idisə, yəni bu kitab 400 səhifəlik bir kitabdır və həcm etibarilə olduqca genişdir. Və qeyri-formal məntiqi xəta, yəni bu kitaba siz bu kitabın PDF-nə daxil olsanız, yəni burada birinci fəsildə qeyri-formal məntiq ilə formal məntiqin müqayisəli analizinə rast gələ bilərsiniz. İkinci fəsildən etibarən isə ayrı-ayrı növlər üzrə, məsələn, uyğunluq meyarı üzrə siz burada klassifikasiya edilən xətaları oxuya bilərsiniz. Daha sonra daha aşağıda biz növbəti bir meyar üzrə qeyri-formal məntiqi xətaların təsnifatına rast gələ bilərik. Yəni zəif induksiya xətalarını nəzərdə tuturam. Yəni onun da ayrıca öz klassifikasiyası həyata keçirilmişdir. Yəni kitab 400 səhifəlik kitabdır təqribən və qeyri-formal məntiq, məntiqi xətaların sayı ümumiyyətlə xarici ədəbiyyatlarda təqribən 100-ə qədər xəta fərqləndirilir. Və siz bu kitabda həmin xətalardan 60 ilə bağlı kifayət qədər geniş məlumata rast gələ bilərsiniz. Və bu düzdür, analitik fəlsəfə ilə birbaşa bağlı deyildir, amma siz praktik olaraq məntiqdən gündəlik həyatda istifadə etmək istəsəniz, müxtəlif arqumentlərin qurulması, fikir mübadiləsinin aparılması və s. məqsədi ilə, yəni bu kitab sizin üçün əvəzedilməz bir mənbə rolunu oynaya bilər. Yəni bunun tətbiq sahəsi bu siyasətdən tutmuş hüquqşünasların fəaliyyət sahəsinə, yəni məhkəmədə istifadə edilən bir praktik tətbiq sahəsinə qədər olduqca müxtəlif sahələri özündə ehtiva edir. Və oxunması lazım bildiyim, xüsusilə lazım bildiyim kitablardan biri, yəni bu Mülahizələr məntiqi kitabıdır. Düzdür, Mülahizələr məntiqi kitabı, yəni mövzu ilə bağlı ilkin informasiyanı özündə ehtiva edir, amma əgər siz xüsusi olaraq müasir məntiq ilə məşğul olmaq istəsəniz, yəni bu yalnız mülahizələr məntiqi ilə məhdudlaşa bilməz. Yəni müasir simvolik məntiq fəlsəfə kontekstində mülahizələr məntiqindən daha sonra predikatlar məntiqinə keçid alır. Yəni təəssüf ki, predikatlar məntiqi ilə bağlı, yəni hər hansı bir Azərbaycan dilində hər hansı bir kitaba rast gəlmək mümkün deyildir. Mülahizələr məntiq ilə də bağlı yeganə kitab, yəni hələ ki bizim müəllif olduğumuz kitabdır. Yəni ResearchGate platformasından daxil olsanız, bu kitabın da ödənişsiz şəkildə yüklənməsini həyata keçirə bilərsiniz. Yəni bu kitabın da əgər biz daxili strukturuna diqqət yetirsək, yəni əsas 2 hissədən ibarətdir. Birinci hissə bu sıfırdan başlayaraq, yəni ilkin elementdən başlayaraq mülahizələr məntiqinin müxtəlif mövzular üzrə addım-addım izahının həyata keçirilməsini özündə əks etdirir. Yəni bu mülahizələr məntiqi olan hissəni özündə əks etdirir. İkinci hissədə isə artıq mülahizələr məntiqinin daha çox tətbiq sahəsinin özündə ehtiva edir. Yəni kitabın açılmasına baxsaq, mülahizələr məntiqi.
Yəni, bu birinci fəsil, bu addım-addım mülahizələr məntiqinə girişdir, müxtəlif operatorlardan istifadədir, həqiqət cədvəlinin qurulmasıdır, 2 qiymətli məntiq və 3 qiymətli məntiq ilə bağlı bütün informasiyalar burada vardır. Təbii dildən süni dilə keçid necə baş verə bilər? Yəni hamısı ilə bağlı siz birinci və ikinci fəsillərdə ətraflı məlumata rast gələ bilərsiniz. Üçüncü fəsildən etibarən isə bu artıq daha çox onun fəlsəfi müstəvidə tətbiq domenini, sahəsinin araşdırılmasını özündə əks etdirir. Məsələn, müxtəlif paradokslar üzrə mülahizələr məntiqinin qiymətləndirilməsidir. Məsələn, riyaziyyatın fəlsəfəsi ilə bağlı rast gələ bilirsiniz, Hödelin birinci natamamlıq teoremi və s. Eyni zamanda məsələn kvant fizikasına tətbiqi var, Lütfüzadə məntiqi ilə bağlı müəyyən elementlər, müəyyən məzmun burada öz əksini tapır və s. Yəni bu kitab da yəni oxunmasını zəruri hesab etdiyim kitabdır. Yəni əgər siz məntiq və analitik fəlsəfə ilə məşğul olmaq istəyirsinizsə, ilkin olaraq bu kitabdan başlaya bilərsiniz. Bu gün haqqında danışmaq istədiyim məsələlər bundan ibarətdir. Yəni bu günləri ilkin yayım olduğuna görə, ilkin müzakirə olduğuna görə müzakirə üçün xüsusi bir mövzu seçməmişdim. Sadəcə olaraq paylaşılması lazım olan linklərin paylaşılması haqqında məlumat vermək istədim. Yəni, məsələn, mən çox arzu edərdim ki, mən tələbə olan vaxtı bu qəbuldan olan bir neçə kitab məndə olmuş olardı. Əgər bu kitablar ilə daha əvvəl tanış olmuş olsaydım, öz bilik və bacarıqlarımın daha sürətli inkişafına nail ola bilərdim. Və indiki zamanda, yəni artıq sizin ödənişsiz, yəni heç bir ödəniş olmadan, yəni oxumaq üçün əlinizdə heç olmasa bir neçə kitab vardır. Yəni artıq kitabların oxunmaması üçün heç bir bəhanə, heç bir səbəb mövcud deyildir. Ümidvaram ki, bu kitablar sizin fəlsəfə, xüsusilə analitik fəlsəfə istiqamətində biliklərinizin artması, dünya görüşünüzün genişlənməsi üçün müəyyən qədər faydalı ola bilər. Amma istənilən halda bu kitablar giriş xarakterlidir və bu kitabların davam etdirilməsi lazımdır. Yəni bu analitik fəlsəfə və məntiq istiqamətində bizim dildə olan ciddi boşluqların doldurulması üçün xüsusilə vacib əhəmiyyət kəsb edir. Diqqətinizə görə minnətdaram. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Hələlik.